Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomuzu hündüşkalarından açmaq istəyirəm. O ağ hündüşkamız yumurtayır, onun yerini tapmışam. İndi bu günləri gedib baxacaq, görək neçə dənə yumurtayıb. Bu yumurtaları sizinlə beraber götürək. İnanın mən də baxmamışam, sadəcə gütdüm, yatdığını gördüm və geçdim bu tərəfə ki, qoy yumurtasını gəlib götürəm sizlərlə beraber. Qazlarımız da buradadılar. Gazları da demiyorlar, her videoda gösteririm. Ama yine kısacası, çünkü bunlarda da her gün değişim olur, her gün gelişim olur diye sizlere göstermek istedim. Böyle bütün günü burada otlayırlar, gedirlər göldə su içirlər, çimirlər, təzədən gəlirlər, burada otlayırlar. Maşallah olsun, o qazımız saqqallı falan olacaq. O qazımızın altı sarxıqdır. Hətta izləyicilərindən biri yazıb ki, onlar xalmaqor olma ehtimalı var. Belə altları da sarxıq falan olması, ətli olması xalmaqora bənzədə bilər, amma xalmaqor olduqlarını düşünmürəm. Onların xalmaqor deyirlər, xeyr. Bu da digər bu yerli qaz balaları, bunlar da böyüklər. Belə həyətdə hamısı bir yerdə gəzir, bir-birlərini vurmurlar, amma yem falan yeyəndə, eləyəndə bir-birlərini vura bilirlər. Amma belə həyətdə artıq hamısı bir yerdə gəzirlər. Qısacası qayıdaq hündüşkalarımızın yanına, çünkü bugünkü videomuzun əsas məsələsi çoxu hündüşkalarla bağlı olacaq. Deyənlər var ki, Ayxan, o yumurtamayan hündüşkan vardı, onun axırı necə oldu? O hündüşka problem yaratmağa başladı. Orada biraz əkin əkmişik. Əkin dediyim, yəni pomidor, xiyar falan elə şeylər əkmişik. Hündüşka dayanmadan tullandı ora. Qənədin kəsdi, yəni yenə tullandı, elədi. Qısacası o gördüyüm şey problem yaradı. Sürüdə də boş-boş gəzir. Gah gedir onu vurur, gah gedir bunu vurur. Eləcə onu kəsdim, çıxartdım sıradan. Onsuz o yumurtamırdı. Digər fərə quşumuzun son halını deyim, vəziyyətini deyim sizlərə. O quşumuz qırtdan ayırmaq bilmir. Hələ də buraxıram, gedir, yatır. Deyənlər oldu ki, bağlı yeri saxlayırdım. Deyənlər o ayılmadı. Ayı ötdü, 40 günə yaxın oldu, bağlı yeri saxladım, ayılmadı. Deyənlər oldu ki, bəs suya sal çıxart da, istad elə ayılacaq. Valla 2 gündə yenə suya salıb çıxardıram. Gündə 3 dəfə, 4 dəfə suya salıb çıxardıram. 1 saat keçir, quruyur, gedir, yatır. Biraz suyu tökülür, gedir, təzədən yatır. Yəni yenə də ayılmır, bilmirəm o barədə neyniyim, təzədən də bastırmaq istəmirəm heç cür. Bunlar da belə bütün günü burada otlayırlar. Ağ hündüşkamızda bir neçə dəfə görmüşdüm cütləşən. Dünən idi, İsrail idi bəlkə də. Nəsə gördüm ki, yer gəzir bu yatmağa. Gün ortaya kimi axtardım ki, Allah harda yumurtayacaq, ora getdi, bura getdi, yatmadı. Axırı ki gördüm, gözümü oğratdı bu günləri, amma gütdüm, tapdım. Gün orta gördüm, yatıb, indi gördüm durub deyə gəldim. Baxın, gördüm, burada yatıb. 2 dənə cəmi yumurtası var imiş ki. Mən elə bildim daha çox olar. Mən elə bildim neçə gündür yumurtayır. Cəmi 2 dənə yumurtayıb dostlar. Baxın, sizlərlə beraber götürün. 2 dənə baxın belə yumurtayıb. Çillərinin vəziyyəti yerindədir. Yumurtanın böyüklüyü normaldır, amma normalda bu quş daha iri yumurtalar yumurtayıb. Yəni artıq yaşlanıb deyə bu illəri yumurtaların balacalaşdırıb kiçildim. Yəni daha iri yumurta yumurtayır. Hətta qaz yumurtasından çox cüzvi fərq olurdu bunun yumurtasının arasında. Qaz yumurtası boyda demiyorlar. Yumurta yumurtayır. Normal hündüşka yumurtası boyda yumurtayır. Bu da normal yumurtadır, amma daha iri yumurtalar bundan görmüşük. Çox yaxşı quş idi. Sadəcə yaşlaşıb artıq. Səhv etmirəmsə bu il 7-ci dəfə ana oldu. Yəni belə desək, 7-ci dəfə, yox 6-cı dəfə bala çıxartdı. Nəsə 6 ya 7-ci dəfə bala çıxartdı. Elə bil 7 ildir. Normal yaşı hər halda 7-8-in içində olar. Elə bir şeydir. Qısacası çox yaşlı olduğu üçün artıq gələnlə hər halda o quş damazlıq qalmayacaq. Çünki həqiqətən çox yaşlıdır. Heyvan da çox belə yetəri qədər ondan bala almışıq. Randıman da düşüb gördüğünüz kimi. Bu illəri qırt yatmağında da biraz problem yaşandı. Bala çıxartmağında da, yumurtamağında da bir xeyli gecikdi. Normalde hər il çox tez yumurtayardı. İndi hər halda onu artıq gələnlə damazlıq saxlamarıq. O birisi hündüşkalar barədə məlumat verdim. Bunların da vəziyyəti yaxşıdırlar. Maşallah olsun, böyüyürlər. İnkişafları gedir. Yem rasyonları da kənd birdir. Yəni başlanğıcdan sonraki yemi verirəm bunlara hələ də. Yəni kənd bir
fərqli markalardan da ala bilirsiniz. Bu bilirsiniz də başlanğıc olur, 1 nömrə olur və 2 nömrə yem olur. Mən 1 nömrə yem verirəm. Yəni başlanğıcdan sonraki yemi verirəm hələ ki bunlara. Yəqin ki yaxında hardasa bir həftəyə falan artıq o 2 nömrə yemə keçərəm. Bir ayda o 2 nömrə yeminə saxlayandan sonra artıq buğdaya falan keçərəm. Amma imkanınız olsa nə qədər çox versiniz hündüşkəyə bir o qədər yaxşıdır. Çünki tez inkişaf eləmək üçün, yaxşı inkişaf eləmək üçün yemi nə qədər verə bilirsiniz, o qədər verin. Qazlarımızın da baxın belə görürsüz, maşallah olsun. Sayca bu illəri çox oldu. Yəni biz bu qədər qaz almağı düşünmürdük. Bəzi şeylər oldu, aldıq. Bir 7 dənəsi də qapımıza gəldi. Eləcə maşallah olsun, qaz sayımız bu illəri çoxdur. Bir də sizə nədən bəhs edəcəm? Gedək onlardan da bəhs edeyim sizlərə. Elə qırtımızın biri də buradadır. Ördəyimizin görürsüz, görmürsüz bilmirəm. Orada. Bu ördəklərim var, daha qırt yatan ördəklərim. Yaxın günlərdə bala çıxardacaqlar onlar. Onların ikisini satacağım. Balalı qarışıq satacağım. Bunu və ağlı qaralı ördəyimiz var idi ha. Onun altında ağlı qaralı ördəyin altında 8 dənə dolu yumurta var. Bunun da altında 11 dənə dolu yumurta var. Bunları analı balalı qarışıq satacağım. Balaların birini 5 manatdan verəcəm. Ananı da hər halda 20 manatdan filan. İndi razılaşar o da yazan olsa. Amma çox xahiş edirəm. Saatı rayonunda yaşayıram. Buradan kimsə burada yaşayırsa və ya gəlib götürə bilərsə, ancaq onlar yazsınlar. Yəni başqa rayon analı qarışıq olduğu üçün göndəriş edə bilmərəm. Yəni analı qarışıq da satılmasa balaları 100% istəyənlər var, tək balaları. Olmasa da tək balalarını satacağım. Fərqi yoxdur mənim üçün. Amma analı istəyən olsa analı qarışıq satacağım. İndi onları da qırt yerlərdə tam olaraq sizlərə göstərərəm, çəkərəm. Bunların da yem rasyonu falan haqqında danışmışam. İndi videonun da davamın yenə cücələrdən falan nəsə davamı çəkib. Çünki 6 dəqiqə oldu. Bir 10 dəqiqəlik, 12 dəqiqəlik video düzəldib paylaşacağım sizlər üçün inşallah. Bunları da burada görmüşkən istədim sizlərə çöldə də göstərim. Bunlar da belə çöldə gəzirlər. Bunun yanındakı hündüşkaların vəziyyəti çox yaxşıdır. Mən o biri hündüşkalarımın yanına toyuq yumurtası atmamaqda çox böyük səhv elədim dostlar. Çünki hündüşkanın yanında toyuq balası falan olanda hündüşka balalarını da yedizdirir. Çünki hündüşka balaları bilirsiniz biraz zəif, mıy heyvanlar olurlar. Yanında amma cücə falan olanda qəşəng yedizdirir hündüşka balaların. Bunların yanında sesararı oldu deyini maşallah olsun. Bu hündüşkaların inkişafından digər hündüşkalarıma baxanda çox daha çox xoşum gəlir. Bunların da sesararın falan vəziyyəti budur. Yanında da 5 dənə cücə var. Onların da vəziyyəti maşallah olsun ki yaxşıdır. İstədim bunları da sizlərə çöldə qısaca göstərim. İndi ayağı tutulan ördəyimiz var, onu göstərəcəm. Bir də qırt ördəklərimizi göstərəcəm. İndi gəldim dama. Belə ördəyimizin birinin ayaqları tutulub, qabağında yemi suyu var. Oksitetraskilini arttırmışam. Elə keçən videomda sizlərə dediyimi bu biçim vaxtı. Yəni biçim vaxtı dediyim taxıl arpaza biçimi vaxtı deyirdim də. Yəni biçim vaxtı ona deyirəm. Deyirdim sizlərə ki, ördəklərdə qazlarda ayaq tutulma məsələsi olur ha. Elə bil baxın elə üst-üstə düşdü. Bir öncəki videomda biçim vaxtı ördəyi qazın ayağı tutulur demişəm və sonra baxın belə ayaqları tutulur. Məndə demək olar hər il belə hal yaşanır. Çox nadir illər olar ki, məndə belə hal yaşanmasın. Hər il baxın belə hallar yaşanır. Bax, ayaqları belə tutulan kimi olur. Çölə buraxmamışam. Qabağında belə 2 nömrə şəkər yemi qoymuşam ki, daha vitaminli yemlə qidalansın, gücünü itirməsin. Yem yeyib, bu qabın buralarda doluydu. Oraları yeyib, suyu da o qab da qoymuşam. İndi gətirib daha böyük qabda qoyacağım qabağına. Çölə buraxmamışam qısacası. Vəziyyəti budur. Yəni belə tam elə əldən ayaqdan düşməyəcək, amma dərman atdırmışam. İndi görək də, əgər sabaha doğru ağırlaşmasa tez düzələcək. Amma ağırlaşsa biraz daha gec düzəlir. Amma ölüm halı bu tip şeylərdə çox nadirən olur da. Yəni ölüm halı çox nadir olur belə ayaq tutulanlarda filan. Bir 98% ayılır, belə demək lazımdırsa. Hə dostlar, bu o biri qırt ördəyimizi zaten keçən videomda göstərmişdim sizlərə, təkrar deyim. Onun altında 8 yumurta var, analı qarışıq satılacaq. Balaların birini 5 manatdan hesablayın, ananı da 20 manatdan hesablayın, pulun biləcəksiniz zaten özünüz. Dediyim kimi sadəcə Saatlı rayonunda yaşayıram, burada olanlar və yoxdur ki, gəlib götürə bilənlər yazsınlar, əlaqə saxlasınlar. Onu elə satacağım. Bu da demək altında 11 dənə yumurta var. Balanın da hamısı vurur içində. Bugün ayın 9-dur. Bu videonu sizə ayın 10-u axşam paylaşacağım. Yəqin ki 11-i gün ərzində çıxacaqlar. Yəni 11-i axşam və yaxud da ki 12-si səhər artıq bu
en azından bunu götürə bilərsiniz. O da bundan bir həftə sonradır. 5-6 gün sonradır, səhv eləmirəmsə. 5-6 gün sonra da onun vaxtı çatacaq, o çıxardacaq. İstəyən olsa desin, bunun da altında dediyim kimi 11 yumurta, balalının birini 5 manatdan, ananı da 20 manatdan hesablayın. İstəyən olsa balalı qarışıq satacağam inşallah. Bu da bu hündüşkamız artıq deməli hardasa 40 gündən də çoxdur artıq bala çıxardıb. Neçə günlərdir bağlı saxlayıram. Artıq orada əmələ gəlmədi çünki böyük cücələrimizi bu yandakı setka yerə keçirmişəm. Bunu da bugündən dedim ki, həm də siz üsullar demişdiniz ki, suya sal çıxardı ilə ayılacaq. Bu 2 günəndən də suya salıb çıxardıram. Yenə bir damcı tükü quruyan kimi havada istidir, suya da salırsan yarım saatdan 40 dəqiqədən sonra quruyur tükləri, gəlib təzədən yatır. Baxın, yanına gedəcəm, durub qaçacaq, amma yatıb da. Sözüsü bu da belə. Yəni bununla mənim başım dərdlədir. Necə ayıldım bunu bilmirəm. Bu cür olduğum bilsəydim, o bir ana quş atardım çölə, bunu verərdim balalardan. İndi dedim Fərədi, o birisi ana quşdur, təcrübəlidir, o balanı o saxlasın. Bu ikinci dəfə cavandır, daha çox qüvvətlidir. İkinci dəfə yumurtasını bala çıxarsın, o da belə ayılmaq bilmir. Dəfələrlə hündüşkə ilə də erkək ilə də cütləşib, amma qırtdan ayılmır, axı təzədən yumurtaya düşsün. Erkək ilə cütləşir, sonra gəlir buranı görür, yatır, təzədən qırt şeyini alır da, necə deyim, abu havasını alır, qırt pozisiyasını alır, yatır. Bilmirəm bunun axırı nə olacaq. Dostlar, bunlar da cücələrimizdir. İstədim bunları da sizə göstəreyim. Dünən bura salmışıq, bir də bugündən artıq bura salmışıq. 2 gündür salırıq deyə hələ öyrəşməyiblər axı. İnanın o qədər yorurlar ki, bura girənə qədər adamı. Qabaqlarında da qara ondan buğda verirəm. Belə vəziyyətləri budur, suları filan indi dəyişəcək. Çöldə ördəklər filan gəlib batırırlar. İndi saldı bitər bura. Tək salmaq olmur. Anamı gözləyirəm ki, anam gəlsin, köməkli sala. Tək toyuqlar girir, o girir, bu girir. Salmaq olmur. Belə içində 1-2 dənəsində qızdırmalı filan kimi xəstəlik yaranır. Məsələn 10 kimi filan 1-2 dənəsində elə bir şey var. O da xəstəlik deyil. Bu vaxtda normal halda elə bir şey olanıldı. Düzələr, onların zərəri yoxdur. Amma ümumi vəziyyətləri yeyib içirlər, yaxşıdırlar. Bunlardan da bir 50 ədəd satmaq istəyirdim. Başqa rayonlardan filan istəyən oldu. Ya da dedilər çox eləyin ki, gəlib götürək, bizə də sərfəli olsun. O mənə yaramır. Məndə cəmi 50 ədəd var. İndi satılmasa da kəsilmiş olanda, yəni kəsimə hazır olduqları halda satmaq mənim üçün asandır. Kəsimə hazır olduqları halda satmağa müştərim var. Elə satacağım. İndi hələ ki buradadılar cücələrimiz. İstədim bunların da vəziyyətini göstərim. Yemlərini dedim sizə qara ondan buğdadır. Suları adi su verirəm. Ara bir sirkə qatıram sularına. Pensilin var idi. Qatırdım, pensilin ucu bitib. Pensilin qatırdım ara bir sularına. Belə içində elələri də var. Biraz cırları da var. Amma düşünürəm ki, belə normaldılar. Bir tık balaca qaldılar. Hardasa elə bil nə deyim. Normativdən məncə bəziləri o da haçinin elələri var ki, onlar yaxşıdırlar. Amma normativdən bəziləri mənə elə gəlir ki, bir həftə filan, bəlkə də 10 gün olmaz, bəlkə də bir həftə filan biraz geri qalıblar. O da balaca vaxtı o dar qutuda saxladım, biraz elə sıxıldılar. Sonra o biri salırdım, indi hansı ki hündüşkalar sallama, o yerə saldım, biraz da orada darlıq elədi yerləri. O böyük dama keçirdəndən sonra böyüdülər cücələr. Biraz elə sanki sıxıldı bəziləri, içinin necə deyim, bir 30% kimi. Geri qalanlar amma maşallah olsun, vəziyyətləri yaxşıdır. Belə. Bunlar da Xarkovlarımızdır. Baxın, içində bunlar bilinir Xarkovlar. İçində bunu daha çox mən kənd cücəsi adını almışdım, amma sizə alanda da ilk onda alanda da dedim ki, içində Cerebris F6 cücəsi daha çoxdur. Elə də çıxdı. İçində Cerebrislər, F6'lar doludur. Zaten Cerebrisləri görə bilirsiniz. F6'lar da ki, onlardı, o xoruzlardı, ağ kimi xoruzlardı. Yəni belə cücələr içində çoxdur. Eləcək bir şey yoxdur. Olana bərəkət. Zaten biraz toyuğumuz var. Çox toyuq saxlamarıq, az saxlayarıq bu illəri. Qalar gələnli inşallah artırıq toyuqların sayın. Belə, bu qədər.